Suraxanıda rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir. Noyabrın 26-sında Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev 232 nömrəli tam orta məktəbdə Bülbülə qəsəbə sakinləri ilə görüşüb. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, ölkəmizdə son illərdə aparılan geniş miqyaslı sosial-iqtisadi islahatlar insanların rifah halının yüksəldilməsinə, regionların inkişafına və sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə yönəlib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan kompleks tədbirlər nəticəsində həm sosial sahədə, həm də iqtisadi sektorun müxtəlif istiqamətlərində ciddi nailiyyətlər əldə olunmaqdadır. Səyyar görüşdə sakinlər tərəfindən kanalizasiya xəttinin çəkilişi, yolların asfaltlanması, sahibsiz heyvanların son dövrdə artması səbəbindən yaranan problemlər, eləcə də digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Hər bir vətəndaşın müraciətini dinləyən rayon icra hakimiyyətinin başçısı Adil Əliyev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.